Ötən il Azərbaycanda meyitdən orqan köçürülməsinə razılıq verən ailələrin sayı açıqlanıb. 2025-ci ildə neçə şəxsə hansı orqanların transplantasiya əməliyyatı icra olunub? Əməkdaşımız Jalə Qasımzadənin müsahibi Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi Mircəlal Kazimi bununla bağlı ətraflı məlumat verəcək. Eşidirik sizi. Jalə, buyurun, söz sizdə. Axşamınız xeyir. Azərbaycanda son illərdə orqan transplantasiyası sahəsində mühüm göstəricilər qeydə alınıb. Statistik məlumatlara nəzər salsaq, ötən 3 il ərzində ölkədə 876 orqan transplantasiyası əməliyyatı icra olunub ki, bunlardan 2 nəfərə ürək, 163 nəfərə qaraciyər, 322 nəfərə isə böyrək köçürməsi reallaşdırılıb. Təbii ki, ötən ildən etibarən artıq vəfat edən şəxslərdən də orqan transplantasiyası icra olunur. Bu istiqamətdə qeyd edək ki, 2 nəfərə ürək, 9 nəfərə qaraciyər, 16 nəfərə isə böyrək köçürülüb. Təbii ki, bu sistem Azərbaycanda yenidir. Buna görə də məsələ suallar da yaranır. Bu istiqamətdə suallarımızı Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi Mircəlal Kazimiyə ünvanlayacağıq. Axşamınız xeyir Mircəlal bəy. Ümumilikdə qeyd etdiyimiz kimi proses yenidir. Bəs bu meyit donordan orqan köçürülməsinin şərtləri nədir? Ailələrin razılığı necə tənzimlənir və perspektivlər nələrdir? Belə deyim sizə, yeni olsa da əslində çox qürurlu bir tarix yazılıb. Bu tək ölkə səhiyyəsində deyil, eyni zamanda regionda ilk dəfə meyit orqanlarından istifadə edərək orqan transplantasiya əməliyyatları icra olunub. Bu orqanı bağışlanmış şəxslərin beyin ölümü qanunumuza müvafiq olaraq beyin ölümləri xəstəxanaların reanimasiya şöbələrində həyata keçirilib. Transplantasiya üzrə orqan donorluğu və transplantasiya mərkəzinin koordinatorları tərəfindən beyin ölümünün qoyulduqdan sonra diaqnozu müvafiq sənədləşmədən sonra bizlərə, transplantolog həkimlərə məlumat ötürüldükdən sonra müvafiq gözləmə sırasında gözləyən xəstələr orqan transplantasiya əməliyyatı icra olunub. Bu, meyitdən aparılan orqan transplantasiya əməliyyatlarıdır. Bununla yanaşı canlı donordan da 2008-ci ildən artıq ölkəmizdə orqan transplantasiyası mütəmadi olaraq icra olunur. Və ən sevincli hallardan biri də ondan ibarətdir ki, təqribən 2 il yarımdan uzun müddətdir ki, orqan transplantasiya əməliyyatı, istər qaraciyər, istər böyrək transplantasiyası əməliyyatı icbari tibbi sığortanın xidmətlər zərfi daxilində vətəndaşa hər hansı bir ödəniş olmadan pulsuz icra olunur ölkəmizdə olan tibb müəssisələrində. Təşəkkür edirik Mircəlal bəy. Elə bu fonda qeyd etmək lazımdır ki, cəmiyyətən çox maraqlandıran suallardan biri məhz bu əməliyyatın ödənişli olub-olmaması ilə bağlı idi ki, artıq bu istiqamətdə cavabımızı da aldıq ki, əməliyyatlar ödənişsiz şəkildə icra olunur. Bu fonda bir daha xatırladaq ki, 2025-ci ildən bəri vəfat edən şəxsdən orqan transplantasiyası əməliyyatı icra olunur. Bu isə sözsüz ki, orqan gözləyən şəxslərin ümumilikdə sayına gələcək perspektivdə müsbət istiqamətdə təsir göstərə bilər. Bizim bu istiqamətdə çatdırmaq istədiklərimiz bu qədər. Söz yenidən xəbər mərkəzindədir. Jalə, həm sənə, həm də müsahibinə təşəkkür edirik. Biz də davam edək.